Sizler üçün bir dənə müəliflərinizi video çəkirəm. Xahiş edirəm dostlar, bu videonu çoxlu bəyənəyin, paylaşağın, qoyun hamının qabağına çıxsın, bilməyənlər də bilsin. Deməli dostlar, bax bu dəqiqə ən çox gələn zəhlərdən biridir ki, qızıl güllərimizə mənə xəstəlik düşüb, neyniyək? Bax göstərəm dostlar, bizim də güllərimizə düşüb, mənə xəstəlik, görürsünüzmü? Bunlar bəzi yerdə bir deyirlər, bəzi yerdə mənə deyirlər, bax bu xəstəliyə dostlar. Bax görürsünüzmü? Bax, hə. Deməli dostlar, bunun üçün nə qadıq? Biz Mostar dərmanından istifadə edirik dostlar. Deməli Mostar dərmanından istifadə edirik. 10 litr su götürürük dostlar. Siz istəsəniz 5 litr də götürə bilərsiniz. Fərqi yoxdur. 10 litrə dostlar bir çay qaşığı, bu da 5 qram deməkdir. Yəni 5 qram bir çay qaşığı edir. Deməli dostlar, bax bunu burada qəşəng qarışdırdıq. Deməli dostlar, bax sonra istəsəniz belə 2 litrlik aparatlar da var bizdə satışda. Daha sonra 5 litrlik də var. 8 litrlik aparat, 8 litrlərimiz də var. Dostlar, bax bu vəziyyətdə qəşəng onu həll edəndən sonra aparatlarımıza tökürük, başlayırıq güllərimizi püskürtməyə. Məsləhət ki, dostlar, yarpaqların altına püskürtəsiniz, hər yerinə püskürtəsiniz. Bir də çalışasınız, dostlar, günəş vaxtı eləməsiniz, ya səhər eləyəsiniz, ya da axşam səhərində. Bir də bu dərmanlar püskürdən vaxtı hava proqnozuna baxın ki, yağış yağmasın, əziyyətiniz hədər olmasın, dostlar. Deməli, dostlar, bax, bəyəxşi videonun davam olur, dostlar. Dərmanımızı düzəltdik. Bax, qəşəng əlcək giyinirsiniz, maska taxırsınız, bax, bu vəziyyətdə. Bax dostlar, yaxından gəl. Həm yarpağın altını dərmanlısınız dostlar. Bax yarpaqların altı. Bax bu vəziyyətdə. Hala aralar göstər. Bax bu vəziyyətdə dostlar. Həm yarpaqların altına vurursunuz, həm də yarpağın üstünə. Bu vəziyyətdə dostlar güllərinizi dərmanlısınız. Yəqin ki bu videonu bəyənib like eləyərsiniz ki, zəhmətimiz hədər olmasın. Bilməyənlər də baxsın, öyrənsin.